İmam Müctəba aleyhissalat və salamın dövrü və o böyük şəxsiyyətin Muaviyyə ilə sülh hadisəsi, yaxud sülh adı ilə adlandırılan o şey, bu, İslam inqilabının bütün gedişatında bir həlledici və misilsiz hadisə idi. Biz heç vaxt belə bir hadisəyə rast gəlmədik. Bu cümlə haqqında qısa bir izah verim və əsas mövzuya keçim. İslam inqilabı, yəni İslam təfəkkürü və İslam adı ilə Uca Allahın insanlar üçün göndərdiyi əmanət, ilk dövrdə bir hərəkat idi. Bir mübarizə çərçivəsində böyük bir inqilabi hərəkat şəklində özünü göstərdi. Və bu, o zaman idi ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm bu fikri Məkkədə elan etdi. Və Tövhid və İslam təfəkkürünün düşmənləri bu fikrin irəliləməsinə mane olmaq üçün onun qarşısında sədd çəkdilər. Və Peyğəmbər mömin şəxslərdən güc alaraq bu hərəkatı təşkilatlandırdı və Məkkədə çox ağıllı, güclü və qabaqcıl bir mübarizə yaratdı. Və bu hərəkat, bu mübarizə 13 il davam etdi. Bu birinci dövr. 13 ildən sonra Peyğəmbərin təlimləri ilə, verdiyi şüarlarla, yaratdığı təşkilatlanma ilə, göstərilən fədakarlıqla, mövcud olan bütün amillərlə bu təfəkkür bir hökumət və bir quruluş oldu və çevrildi bir siyasi sistemə, bir millətin və ümmətin həyat sisteminə. Və bu o zaman idi ki, Allah Rəsulu Mədinəyə təşrif gətirdi və oranı qərargah etdi və orada İslam hökumətini genişləndirdi və İslam bir hərəkət formasından çıxıb hökumət formasına çevrildi. Bu ikinci dövr idi. Və bu dövr Peyğəmbər əleyhissalamın ömrü boyu davam etdi. O böyük şəxsiyyətin yaşadığı 10 il və ondan sonra İmam Müctəba aleyhissalat və salamın dövrünə qədər olan 4 xəlifə dövrü və o böyük şəxsin təxminən 6 ay çəkən xilafətinə qədər İslam hökumət şəklində zahir oldu. O bir ictimai sistemin bütün xüsusiyyətlərinə malik idi. Hökuməti vardı, ordusu var idi, siyasi işi var idi, mədəni işi var idi, məhkəmə işi var idi. Xalqın iqtisadi münasibətlərini tənzimləyirdi və genişlənə biləcək qabiliyyəti var idi. Əgər eyni şəkildə davam etsəydi, bütün dünyanı belə əhatə edə bilərdi. Yəni, İslam göstərdi ki, bu qabiliyyətə malikdir. İmam Həsənin dövründə isə bir müxalif cəryan o qədər böyüdü ki, bir maniyə şəklində ortaya çıxdı. Əlbəttə, bu müxalif cəryan İmam Müctəba dövründə yaranmamışdı.
سالها قبل illər əvvəl meydana به çıxmışdı. وجود آمده بود. اگر Əgər کسی kimsə بخواهد dini mülahizələrdən uzaqlaşaraq ملاحظات və yalnız و صرفاً tarixi dəlillərə əsaslanaraq شواهد danışmaq تاریخی istəsə, حرف بزنه، شاید bəlkə də بتوانه iddia elə ادعا bilər کنه ki, که این جریان bu cəryan حتی hətta در İslam دوران dövründə اسلام yaranmamışdı. به وجود نیامده بود، بلکه ادامه Əksinə, bu Peyğəmbərin hərəkatı dövründə, yəni Məkkə dövründə mövcud olanların davamı idi. زیرا بعد از آنی که Xilafət Bəni Ümeyyə çatandan sonra, یعنی yəni Osmanlı dövründə, çünki Osman Bəni Ümeyyədən idi, tarixlər nəql ediblər. Sünni və Şiə tarixləri hər ikisi. Bunlar etiqadi məsələlər deyil və biz etiqadi baxımından qətiyyən müzakirə aparmırıq. Yəni mən xoşlamıram ki, məsələləri o baxışla araşdırım, yalnız tarixi olaraq. Bir məclisdə Abu Süfyan, o vaxt artıq kör olmuşdu, dostları ilə birlikdə oturmuşdular. Abu Süfyan əmin olduqdan sonra ki, məclisdə yad adam yoxdur, soruşdu ki, məclisdə kim var? Dedilər, filan kəs, filan kəs, filan kəs. Başa düşdü ki, hamısı öz adamlardır. Üzünü onlara tutub dedi, bir top kimi bunu bir-birinizə ötürün. Qoymayın əlinizdən çıxsın. Bəli, Abu Süfyan əlbəttə o vaxt müsəlman idi, İslamı qəbul etmişdi. Amma fəthdən sonra ya fəth ərəfəsindəki İslamı, qəriblik dövrünün İslamı deyildi. Nəinki İslamın zəiflik dövrünün İslamı. Beləliklə, bu cərəyan İmam Həsən Müctəba əleyhissalat və salamın dövründə özünün zirvəsinə çatdı, gücün zirvəsinə. Və həmin cəryan Muaviyyə İbni Əbu Süfyan şəklində idi. Əbu Süfyan İmam Həsən Müctəbaya qarşı çıxdı. Bu cərəyan mübarizəyə başladı. İslam hökumətinin, yəni hökumət şəklində olan İslamın yolunu kəsdi və bağladı. Və elə problemlər yaratdı ki, praktiki olaraq o, İslam hökuməti cərəyanının irəliləməsinə mane oldu. İmam Həsən əleyhissalamın sülhü barəsində bu məsələni dəfələrlə demişik, kitablarda da yazılıb. Heç kim, hətta Əmir-əl-Möminin özü də İmam Həsənin yerində olsaydı, o şəraitə düşsəydi, imkanı olmazdı ki, İmam Həsənin etdiyi işdən başqa bir şey edə. Heç kim deyə bilməz ki, İmam Həsənin işinin filan tərəfi sual doğurur. Yox, o böyük şəxsiyyətin işi 100% məntiqi və yayınması mümkün olmayan bir dəlilə uyğun idi. Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləmin ailəsində hamıdan daha coşqun kim idi? Kimin həyatı daha çox şəhadətlə dolu olub? Düşmən qarşısında və dini qorumaq üçün onlardan ən qeyrətlisi kim idi? Hüseyn İbni Əli əleyhissalam olub da. Hüseyn İbni Əli əleyhissalam bu sülhdə İmam Həsənlə şərik idi. Sülhü təkcə İmam Həsən etmədi.
İmam Həsən və İmam Hüseyn etdilər. Amma İmam Həsən öndə idi, İmam Hüseyn onun arxasındaydı. Və İmam Hüseyn əleyhissalam İmam Həsənin sülh ideyasının müdafiəçilərindən idi. Elə ki, bir xüsusi məclisdə yaxın sahabələrdən biri, coşqun və şücaətli şəxslərdən biri İmam Müctəba əleyhissalat və səlama etiraz etdi. İmam Hüseyn onunla sərt davrandı. Hüseyn Hüzrün üzünə sərt baxdı. Yəni, heç kim deyə bilməz ki, əgər İmam Hüseyn İmam Həsənin yerində olsaydı, bu sülh baş verməzdi. Xeyr, İmam Hüseyn İmam Həsənlə idi və bu sülh baş verdi. Və əgər İmam Həsən əleyhissalam olmasaydı və İmam Hüseyn əleyhissalam tək olsaydı, həmin şəraitdə yenə bu iş olardı, sülh edilərdi. Sülhün öz amilləri var idi və ondan yayınmaq və qaçmaq mümkün deyildi. Orada o gün şəhadət mümkün deyildi. Mərhum Şeyx Razi Ali Yasin Rizvanullah Teala aleyh Sülhül Həsən kitabında 20 il əvvəl bəndə onu tərcümə edib və çap olunub. Sübut edir ki, əslində şəhadət üçün heç bir yer yox idi. Hər ölmək şəhadət deyil ki, müəyyən şərtlərlə ölmək şəhadətdir. O şərtlər orada yox idi. Və əgər İmam Həsən əleyhissalam o gün öldürülsəydi, şəhid olmazdı. Sadəcə öldürülmüşdü. İmkan yox idi ki, bir şəxs o gün edə bilə o şəraitdə bir məsləhətli hərəkət edə ki, öldürülə və intihar sayılmaya, adı şəhadət olsun. Buna görə də sülh etdi.